Bildiyiniz kimi dində məcburiyyət yoxdur, amma məcbur etməsək oruç tutmamaq üçün hamı bəhanə gətirər. Bu məcburiyyət günah sayılırmı? Dində məcburiyyət yoxdur məsələsini biraz açmağa ehtiyac var. Lə ikraha fiddin deyə Quran-Kərimdə bir ayə var, Bəqərə surəsində keçir. Dində ikrah yoxdur. Hər bir insan özü məsuldur, məsuliyyət daşıyır. Harun Ər-Rəşidin qardaşı Bəhlul Danəndə deyirlər. Bəhlul Danəndə Harun Ər-Rəşidə görə çox narahat idi. Və bir gün Harun Ər-Rəşid onu çağırır yanına, deyir ki, qardaş, gəl mən sənə vəzifə verirəm, bazara nəzarət elə. Belə deyək, bazarkom işlə. Və bir də insanlara tapşırır ki, əgər kim Bəhlulu gülən görsə, mən ona böyük hədiyyələr verəcəm. Bəhlul da ilk iş günüdür, gedir bazara nəzarət eləsin. Elə bazara çatanda görür ki, bir qəssab dana kəsib, quzu kəsib, qoyun kəsib, keçi kəsib, hərəsini də asıbdır öz ayağından. Belə bir misal var, hərəni öz ayağından asacaqlar. Dananı dayan ayağından, keçini keçi ayağından, amma biz bunun kökünün bəzən hardan gəldiyini bilmirik. Bəhlul Danəndə başlayır təbəssüm verməyə, gülümsəməyə. Bunu gedib Harun Ər-Rəşidə çatdırırlar ki, sənin qardaşın bu günləri bazarda gülən gördük. Axşam olur, gəlir Bəhlul Danəndə Harun Ər-Rəşidin yanına. Deyir ki, qardaş, artıq mən bazarda nəzarətçi işləmirəm. Bəs deyir, nə oldu bir gündür hələ işə çıxıbsan, nə baş verdi ki, sən bu işi tərk edirsən? Deyir ki, bəs mən ona görə işləmirəm ki, bazara nəzarət edən vardı. Kimdir nəzarət edən? Aləmlərin Rəbbi olan Allah. Nə baş verdi? Deyir, bir qəssab əti kəsirdi, belə-beləcək 1 kilo, verirdi 900 qram, 100 qramı atırdı aşağıya. O 100 qramları da aşağıdan pişiklər daşıyırdı. Və eyni zamanda da mən gördüm ki, dünənə qədər sənə görə çox narahat idim, narahatçılıq keçirirdim ki, ahirətdə sənin əvəzindən hesab verəcəm. Amma gördüm ki, yox, dananı dana ayağından asıblar, keçini keçi ayağından asıblar, quzunu quzu ayağından asıblar. Mən də artıq düşündüm ki, yox, mən ahirətdə sənin əvəzindən yox, mən də öz əvəzimdən hesab verəcəm. Ona görə də düşünməliyik ki, biz heç kəsin əvəzindən hesab verməyəcəyik. Amma insanların məsuliyyətini daşıyırıq, bəli, daşıyırıq ki, biz bir gəminin sakinləriyik. Bu gəmidə sakin olduğumuz üçün hər kəsə vəzifəmiz doğruları, düzgünləri çatdırmaqdır. Çatdırmaqda məsuluq, amma onlara ikrah hissi yaradacaq formada ki, sən mütləq mənada namaz qılmalısan, gedib gəlib onları məcbur edək, onları namaz sözündən diskindirəcək formada olmamalıyıq. Namazı bəzən əməlimizlə göstərməliyik. Oruç tutmalısan, mütləq tutmalısan, tut, sən dedin tut, orucu tut, o əgər orucu sevmirsə, sənin üzün çevrilən kimi gedəcək mətbəxdə nəsə bir su içəcək, bilinmir ki, su içdi, içmədi və yaxud yemək yedi, yemədi. Demək ki, sevdirməyə ehtiyac var ki, o orucu anlasın ki, sabah sən həyatda olanda da, olmayanda da artıq oruc kimi ibadətin onun özünə faydalı olduğunu dərk eləsin. Ümumiyyətlə, istənilən ibadət, hər hansı ibadət olursa olsun, onu anlamağa ehtiyac var. Nə üçün namaz qılıram? Bu sualı insan özünə verməlidir. Anladısa, dərk etdisə ki, bax, namaz qılmaq Allah qarşısında bir təmizlikdir, paçlıqdır, mənəvi paçlıqdır, maddi paçlıqdır, fiziki paçlıqdır. Bu baxımdan başlayıb namaz qıla bilir. Namaz müminin meracıdır, mən istəyirəm mənəvi ucalam, yüksələm, başlayıb namaz qılır. Dərk etmirsə, anlamırsa, namazı atır, adını da qoyur ki, namaz məni atdı. Namaz səni niyə atsın ki? Namazın səni atacaq deyə bir fikir düşüncəsi yoxdur. Namaz səni gəlib ki, təmizləsin, paçlasın. Səni təmizləyən, səni paçlayan, Rəbbin tərəfindən göndərilən bir şey səni atmağa gəlmir. Sən anlamadın, sən dərk eləmədin, sən mahiyyətini bilmədin, onun üçün də namazı tərk etmiş oldun.